Hörmətli izləyicilərimiz, hörmətli tamaşaçılarımız, hörmətli valideynlərimiz, biz Çağdaş Təhsil komandası olaraq bu günlərim Azərbaycanımızın çox qonaqpərvər rayonlarından biri olan Ağcabədi rayonunda. Ağcabədi rayonunda mən 20 il ərzində dəfələrlə olmuşam. Hər zaman gözəl mövzu məqalələr hazırlamışıq. Bəli, 18 kitabda dəfələrlə rayonun əməkdar müəllimlərinə tərəqqimi də almış müəllimləri vermişik. Təzəkənd kəndindən dəfələr olmuşuq. Əvvəlki keçmiş direktor Mürşid müəllim haqqında mən Vüsal Kəlbəcəri Azərbaycan Ziyalıları kitabında da məqalə vermişəm. Dəfələrlə qəzetdə, jurnallarda da məqalə vermişik. Bu günlərim isə bizim qabaqcıl və nümunə müəllimlərdən, təqaüddə olan şagirdlər tərəfindən, kənd cəmaəti tərəfindən, müəllimlər tərəfindən, öz övladları tərəfindən sevilən bir müəllimi sizlərə təqdim eləmək istəyirəm. Hoş geldiniz. Çox sağ olun müəllim, xoş gördük. Hoş geldiniz. O gün olsun ki, nəvələr üçün gələk. Çok sağ olun. Çok sağ olun. Adınız, soyadınız? Adım Güliyev Dadı Kudalı'ya doğru. Çox gözəl. Neçə il təhsildə çalışmışsınız müəllim? 44 il fəaliyyət göstərmişəm. 77-ci ildən 21-ci il. Demək olar ki, 4 il ki, təqaüdə çıxmışsınız. Hansı fən tədris eləmişsiniz? Azərbaycan dil ədəbiyyatı. Çox gözəl. Bəli, 44 il, 45 il ərzində demək olar ki, şagirdlərə dilimizin zənginlikləri, ədəbiyyatımızın zənginlikləri şagirdlərə aşılayan müəllimlərdən biri olubdur. Amma hörmətli izləyicilərimiz, təhsilə şagirdlərə vətənimiz dilimizi deyil, həm də vətənimizi sevməyə, bayrağımızı sevməyə, dövlətimizi sevməyə, əsl vətəndaş və vətənpərvər övlad kimi yetişdirmək üçün əlindən gələn əziyyəti edən müəllimlərdən biri olubdur. Ona görə də bunun bariz nümunəsidir ki, bu günlərim şagirdlər və müəllimlər tərəfindən sevilən müəllimdir və həm də müəllim gözəl ağsaqqaldır, gözəl ziyallıdır, kənd cəmaəti tərəfindən sevilir. Neçə övladı var müəllim? Neçə övladı? 3 evladım. Hansı sizin yolunuzu davam elətdirir? Qızım mənim yolumu davam elətdirir. Elə öz məktəbimizdə sinif müəllimidir. Çox gözəl. Çağdaş Təhsil komandası olaraq biz sizlə fəxr edirik. Çox uğurlar dilərik, nailiyyətlər dilərik. O gün olsun ki, inşallah gələcəkdə inşallah nəvələr üçün gələk. Bəli, bu günlərin 2025-ci ildir. Təqaüddə müəllim. Hal-hazırda neçə yaşınız var müəllim? 69-70-ə keçmişəm. O gün olsun ki, 80 yaşında, 90, 100 yaşında bizim komandamız, biz həyatda olmasaq da bizim komandamız gəlsin. İnşallah müəllim haqqında gözəl çəkişlər eləsin. Sizə uzun ömür, can sağlığı arzu edir müəllim. İnşallah o gün olsun ki, ən yüksəklərə layiq görəsiniz. Təşəkkür edirəm. Təşəkkür edirəm, xoş gəlmisiniz. Təşəkkürlər, sağ olun.